Salam, bugün sizin təqdim etdiyiniz olduqca spesifik bir mənbəni araşdırırıq. Qadın xəyanəti, Red Pill perspektivindən təhlil. Bəli, salam. Məqsədimiz, yəni bu alternativ baxış bucağının qadınların niyə xəyanət edə biləcəyinə bağlı əsas iddialarını anlamaqdır. Bəli, amma başlanğıcda gərək vurğulayaq ki, bu, bilirsiniz, Red Pill kimi tanınan müəyyən bir onlayn fəlsəfənin, yəni bir cəryanın baxışıdır. Düzdür. Bizim işimiz burada bu mənbədəki fikirləri, necə deyim, tərəfsiz şəkildə təqdim etməkdir. Yəni nə təsdiqləyirik, nə də tənqid edirik. Tamamilə razıyam. Gəlin görək bu mənbə bizə nədir? Başlayaq. Yaxşı. Deməli, mənbənin təməlində hipergamiya anlayışı dayanır. Bu nə deməkdir? Biraz açaq. Hipergamiya, belə deyim, mənbə bunu qadınların instinktiv olaraq özlərindən daha yüksək statuslu, daha güclü, daha çox resursa malik bir partnyon axtarma meyli kimi izah edir. Yəni bu bir növ təkamül mexanizmi kimi təqdim olunur. Anladım. Və mənbə deyir ki, bu qadının partnyorunu daim qiymətləndirməsinə səbəb olur. Bəli, bəli. Və hətta daha yaxşı bir namizəd ortaya çıxanda mənbənin iddiasına görə qadın, necə deyərlər, budaqdan budağa tullana bilər. Bu branch swinging dedikləri şeydir. Maraqlıdır. Və bu, bilirsiniz, mənbənin ikili citləşmə strategiyası dediyi başqa bir konsepsiya ilə çox sıx bağlıdır. Bəzən internetdə buna alfa fuchs, beta bux da deyirlər. Aha, eşitmişəm bu ifadəni. Nədir məqsəm? Argument budur ki, təkamül baxımından qadınlar həm yaxşı genlər axtarır, buna alfa deyirlər, yəni cazibə, həyəcan verən tip, həm də yaxşı təminatçı axtarır. Bu da beta tipidir, yəni təhlükəsizlik, resurs verən. Yəni təminatçıdırsa, amma o alfa həyəcanını vermirsə, mənbəyə görə qadın bu alfa ehtiyacını başqa yerdə, bəlkə də gizli şəkildə qarşılamağa meyl edə bilər. Yaxud əksinə. Yəni, mənbənin iddiası budur ki, bu ehtiyaclar ayrı-ayrı qarşılananda xəyanət riski ortaya çıxır. Bəli, əsas argumentlərdən biri budur. Və bu bizi növbəti vacib məqama gətirir. Emosional bağlılığın, hörmətin itməsi məsələsi. Mənbə xüsusilə qadının kişiyə qarşı o ilkin, necə deyim, qığılcımı, o tingles deyilən hissi itirməsini vurğuluyur. Bəs niyə itirir o hissi? Səbəb nə göstərilir? Mənbə bunu adətən kişinin öz çərçivəsini, yəni ingiliscə frame dediklərini itirməsi ilə bağlayır. Çərçivə. Yəni nə? Liderlik. Həm liderlik, həm psixoloji möhkəmlik, özünə inam, qətiyyət. Mənbə edir ki, əgər kişi, belə deyim, çox yumşalsa, qadının hər istədiyinə boyun əysə, öz mövqeyini itirsə, qadının ona qarşı hörməti və o tingles deyimiz cazibəsi azala bilər. Və bu boşluğu başqası doldura bilər. Aynən, mənbəyə görə bu emosional boşluq yaranır və bu boşluğu başqa biri, bəlkə də daha çox alfa xüsusiyyətləri göstərən biri doldura bilər. Bu da sonda fiziki xəyanətə gətirib çıxara bilər. Anladım. Başqa hansı faktorlar var mənbədə? Var. Məsələn, alfa-dul sindromu deyilən bir şey var. Alfa-dul. Yəni qadının keçmişdə çox güclü, çox cəlbedici bir alfa partnyoru olubsa, onu unuda bilmir və indiki partnyorunu, xüsusilə o beta tipidirsə, daim onunla müqayisə edir. Bu da narazılıq yaradır. Maraqlı yanaşmadır. Diz də, əlbəttə, müasir dövrün məsələsi, daimi diqqət və təsdiq ehtiyacı. Xüsusilə sosial media ilə bu daha da güclənib. Mənbə iddia edir ki, bu diqqət acılığı da bəzi hallarda qadınları yeni münasibətlərə, hətta xəyanətə itələyə bilər. Bəs bütün bunlardan sonra, yəni xəyanət baş verəndən sonra, mənbə qadının davranışını necə izah edir? Bax, burada rasionallaşdırma mexanizmi önə çıxır. Yəni, öz hərəkətinə haqq qazandırma. Necə yəni? Mənbə deyir ki, qadınlar xəyanətdən sonra çox vaxt özlərini günahkar görmürlər və ya görmək istəmirlər. Bunun əvəzinə bəhanələr gətirirlər. O mənə heç diqqət göstərmirdi, aramız onsuz da soyuq idi, özümü çox tənha hiss edirdim, bir növ özlərini vəziyyətin qurbanı kimi təqdim edirlər. Bu özünü qurban göstərmə meyli, başa düşdüm. Yaxşı, onda bütün bu fikirləri ümumiləşdirsək, bu Red Pill mənbəsinin əsas nəticəsi nə olur? Kişilər üçün əsas mesaj nədir? Əsas fikir odur ki, yəni bu baxışa görə, qadının sədaqəti əslində romantik sevgi və ya verilən sözlərə o qədər də bağlı deyil. Daha çox partnyorun davamlı olaraq göstərdiyi gücə, statusa, yəni mənbənin dili ilə desək,
cinsi bazar dəyərinə və o psixoloji çərçivəyə bağlıdır. Deməli, sevgi və vədlər ikinci plandadır. Bu mənbənin iddiası belədir, bəli. Ona görə də mənbənin kişilərə əsas tövsiyəsi budur. Qadınları və ya onların, necə deyim, təbiətini dəyişməyə çalışmayın. Bunun əvəzinə özünüz üzərində işləyin. Özünüzün ən yaxşı versiyası olun, öz dəyərinizi artırın. Özünü təkmilləşdirməyə fokuslanmaq. Bəli, mənbəyə görə cəlbediciliyini və liderliyini qoruyan kişi qadının sədaqətini də daha çox qoruya bilər. Beləliklə, bu gün sizinlə bu Red Pill mənbəsinin qadın xəyanətinin səbəbləri kimi göstərdiyi, hipergamiya, ikili cütləşmə strategiyası, emosional bağın qopması, çərçivənin itirilməsi və rasionallaşdırma kimi anlayışları müzakirə etdik. Təbii ki, hamısı təqdim olunan mənbəyə əsaslanaraq. Bəli, və bu da düşünürəm ki, dinləyicilərimiz, yəni sizin üçün də bir düşüncə mövzusu yaradır. Baxın, bu və ya başqa nəzəriyyələri oxuyarkən, sizcə insan münasibətlərində, o cümlədən sədaqət məsələsində, təkamüldən gələn o instinktiv dediyimiz meyillər nə qədər rol oynayır? Fərdi iradə, şuurlu seçimlər, cəmiyyətin təsiri, bunlar nə qədər önəmlidir? Həqiqətən də düşündürücü sualdır. Mənbənin iddia etdiyi kimi, bəzi davranışlarımız doğrudanmı bizim iradəmizdən kənar, dəyişməz mexanizmlərə bağlıdır? Bu, üzərində düşünməyə dəyər bir sualdır məncə. Bu dərin müzakirə üçün çox təşəkkür edirəm. Bizimlə olduğunuz üçün sizə də təşəkkürlər.